Əsl poeziya dünyadakı əzəli əbədi gözəlliklərin, insan ruhundakı sirli ahənglərin keşfidir. Əsl şairlər poetik kəşfləri ilə adilikdə gizlənən qeyri-adilikləri üzə çıxarır, həyatın duyğu, düşüncə möcüzələrini təqdim edirlər. Bu yaxınlarda Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Zəlimxan Yaqubla görüşə gələnlər buna bir daha inandılar. Bu, dağ çayları kimi aşıb daşan, dənizlər kimi dalğa-dalğa qabaran, çalxanan, tanrı vergili poeziya ilə görüş idi. Yağışla bulut kimidir, ruhda canım, canda ruhum. Can heç nədir, bədən heçdir, çırpınmasa qanda ruhum. Görüş yeri şəfəqlərdir, bəzədiyi üfüqlərdir. Bir nəğmədir, bir əsərdir, hər çırpınan anda ruhum çiçəklərin ətrindədir, sevənlərin xətrindədir, şeirimin hər sətrindədir, xalis baldır, şanda ruhum, torpaqdakı yaşıl tağdan, qarın rəngindəki ağdan, rəng alıb, nişan götürüb, qalıb bu nişanda ruhum. Neçə heyranı var, göylər kimi meydanı var. Zəncirlənməz, buxovlanmaz, qəfəsdə, zindanda ruhum. Yuva görər, yuvalanar, hava görər, havalanar. Özünə bir sirdaş tapar, hər duyan insanda ruhum, vurulduğu mələklərdir, görüşdüyü fələklərdir, həlak olmaz qasırğada, sarsılmaz tufanda ruhum, Tur sinada Musadır, çarmıqda Həzrət İsadır, Həra dağda Məhəmməddir, dolaşır Quranda ruhum. Məcnun kimi səhradadır, Tahir kimi dəryadadır, min illərdir qanat çalır, nağılda, dastanda ruhum. Yerdir, göydür, kainatdır, gözüm nuru, başım tacı, Yaradanın yanındadır, görünməz şeytanda ruhum. Məndə sığar iki cihan, bu bir Tanrı nidasıdır, bir əbədi hökmrandır, hər iki cahanda ruhum. Ləhni Davud avazıdır, aşıq Ələsgər sazıdır, ölümə meydan oxuyar, yaşar Zəlimxanda ruhum. Ruhumun, səsimin, nəfəsimin, sazımın, sözümün məclisinə xoş gəlib, səfalar gətiribsiniz. Dəlib deşir ürəyi, dərd ürəkdə qalanda. Dərdləşmək gözəl işdir, dərdini duyan ola. Ürəyindən keçəni gözlərindən oxuyan, sana ömrünü verib vaxtını qıyan ola. Qayğılar sığal çəkə könül adlı sazına, naz satasan dünyaya, dünya dözə nazına. İnsan qibləyə dönə, durasan namazına, sirrinə yaxşı sirdaş, qəlbinə həyan ola.
Yalan, zülmət, qaranlıq. Doğru səhər, doğru dan. Danışasan doyunca həqiqətdən, doğrudan. Nə ruhunu sarsıdan, nə başını ağırdan, nə dediyin söz üstə dərini soyan ola. Səslər içində səsin, adlar içində adın. Əzizinə dönəsən, həm doğmanın, həm yadın. İçində boğulmaya arzun, eşqin, muradın. Sevgini, istəyini ürəkdən duyan ola. Hökmü sana yor ola. Təbiətin, həyatın. O qədər şirinləşə ömrün, günün, həyatın. Nə sən doymaq biləsən, nə səndən doyan ola. Qəlbimdən keçənləri gözümdən duyanlara, səsimi, nəfəsimi ellərə yayanlara, bana ömrünü verib vaxtını qıyanlara, zəlimxanı zəlimxan eləyənlərə, Azərbaycan xalqına, Türk dünyasına, ulu öndərimiz Heydər Əliyevin müqəddəs ruhuna, möhtərəm prezidentimiz İlham Heydəroğlu Əliyev cənablarının şərəfinə, bugün bu gəlişinlə bu zalı, bu işıqlı Azərbaycan dünyasının mərkəzinə çevirən, bu zalda iştirak edenlerin hamısına Zəlimxan Yaqubun yaradıcılıq gecəsindən salamlar olsun, 1000 dəfə, 1001 dəfə. Bir körpə var idi Kəpənəkçidə. Sevgisi dumduru bir bulaq idi. Hələ qayğılarla yüklənməmişdi, onda qayğılardan çox uzaq idi. Məhəbbət ürəkdə, istək dərində, hərə öz işində, xeyir şərində, nənələr, babalar həndəvərində, bir ön gözündə şam çıraq idi. Elə bil dünəndi vaxtın ötdüyü, gözə görünmədi vaxtın ötdüyü, dumanda azdığı, çəndə itdiyi, görüb götürdüyü, gəlib getdiyi qışda aran idi, yayda dağ idi. Çox zaman gecələr çöldə yatardı, şehə bələnərdi, suya batardı, tonqal qalayardı, ocaq çatardı, özü də bir parça odocaq idi. Çiçəklərə baxıb çiçəklənərdi, gözəllərə baxıb göyçəklənərdi, mamırlı daşlara dirsəklənərdi, üst başı həmişə toz torpaq idi. Bulaqlar aynası şüşəsi idi, çeşmələr sevgisi nəşəsi idi, hər sabah gül dərmək peşəsi idi, güllər qucağında bir qucaq idi. O günlər əlindən tutası deyil, əli o günlərə çatası deyil, onda 4 uşağın atası deyil, Zəlimxan utancaq bir uşaq idi. 57 il bundan əvvəl Zəlimxan utancaq bir uşaq idisə, bugün 57 yaşında öz xalqına yaradıcılıq hesabatı verməyə gələn bir Azərbaycanın qələm adamlarından biridir. Və mən bugün, mənim üçün tarix olan bu gündə 1998-ci ildə o zamanki Respublika Sarayı, indi Heydər Əliyev adına sarayda Zəlimxanın yaradıcılıq gecəsinə gəlib, Zəlimxanı da onun yaradıcılığını da tarixin malına, sərvətinə çevirən ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyməyi özümə çox böyük şərəf kimi şərəf bilirəm və o müqəddəsliyin qarşısında baş əyirəm. Mənim ömür yolum hardan gəldi, hardan başladı, hara gedir, harda dayanacaq. Əvvəlcə bulaq olmaq istədim, bulaqların vurğunuydum. Biləyimi çərmiyirdim, diz çökürdüm o bulaqların, dur bulaqları ciyərimə çəkirdim, içməklə doymurdum və deyirdim, ay bulaq, mən sana dayaz demərəm. Səndə damlanın da dərinliyi var. Dadsız da demərəm, nurlu gözündə ülvi bir məhəbbət şirinliyi var. Əyilim hörmətlə öpüm gözündən, bana saflıq da ver, dərinlik də ver. Belə ki qaynarsan, qaynat könlümü, belə ki sərinsən, sərinlik də ver. Müqəddəs arzumdur sevmək, sevilmək. Demirəm ya dəniz ya da dağ olum. Nemətdir, duruluq, saflıq, təmizlik. Elə bəsimdir sənin təhbir bulaq olum. Bəli,
bulaqlardan içə-içə bulağa döndüm. Süzüldüm, axdım, duruldum, gözəlləşdim, paklaşdım. Amma ömür gəldi, həyat gəldi, problemlər gəldi. Və gördüm ki, bulaq olmaqla məsələ həll olunmur. Bulaqdan o tərəfə bir çay var, səni çağırır. Kül o bulağın başına ki, o çaylara qovuşmaq üçün can atmasın. Və çaylara doğru can atdım. Ancaq gördüm ki, bulaqda bir rahatlıq varsa, çayın ömründə bir narahatçılıq var. Başını daşdan daşa çırpmaq var, qabarmaq, çəkilmək var, azalmaq, sozalmaq var, qalxmaq, enmək var. Və onda Zəlimxan Yaqub dedi ki, şair dağ çayıdır, başı bəlalı. Özünü o daşa, bu daşa çırpar. Olmaq üçün dünyanın dərdindən halı, başını tarixə, yaddaşa çırpar. Vətən məcnunudur, safdır, dəlidir. Millətin bayraq tək qalxan əlidir. Şairə öz xalqı can deməlidir, yaxın istəməsə, yaddaşa çırpar. Sevinər yetirib bitirəndə xalq, ağlayar çiyninə götürəndə xalq, böyük istedadı itirəndə xalq, beş dizə çırpanda beş başa çırpar. Və gördüm ki, çay olmaq zarafat iş deyil, elə belə iş deyil. Çayın o tərəfində də bir dəniz dayanır. Deyir, gəl görüm, bana sarı gələ biləcəksənmi? Mənim dalğalarımla dil tapa biləcəksənmi? İki qol atıb sahildə boğulacaqsan, yoxsa mənim dərinlərimə sarı gələcəksən. Və təbii olaraq çaydan dənizə sonra addımlamağa başlayanda gördüm, yox, bu ondan da dəhşətdir. Dəniz dəli, çay havalı, su qanlı. Üzmək olmur, üzmək olmur, əzizim. Yeryüzünün gör nə qədər dərdi var, ipə sapa düzmək olmur, əzizim. Kimi dağdan, kimi damından yıxılar. Başımızın üstündədir qorxular, baş ayaqdır, qat-qarışdır yuxular. Yozmaq olmur, yozmaq olmur, əzizim. Harda qəm var, bizə salır mehrini. Biz çəkirik yerin göyün qəhrini. Yazan yazıb elə basın möhrünü, bir sətrini pozmaq olmur, əzizim. Sümbül nədir, dəndən yaxşı bilirəm. Dağ nə çəkir, səndən yaxşı bilirəm. Aya, sən biləni, valla səndən yaxşı bilirəm. Yazmaq olmur, yazmaq olmur, əzizim. Mən bütün ömrümü Allah'ın verdiği qismətə şükürlər olsun, xalqıma, millətimə, dövlətimə, dövlətçiliyimə, prezidentimə, saçımdan dırnağıma qədər ilahi bir səmimiyyətlə vuruldum. Bir zərrə, bir damla, bir qətrə orada saxta heç nə olmadı. Saçımdan dırnağıma qədər vuruldum və o inamla da xalqın içində üzü ağ yaşadım bir qələm adamı kimi. Heç bir çətinlik məni qorxutmadı. Çünki mənim yolum hansı yoluydu? Mənim yolum dan yerindən əsən mehə bələndim. Mehdən gəlib, mehə gedən yoldayam. Duru gəlib, duru qalmaq eşqinə, şeyhdən gəlib, şeyhə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm. Günlərimin beşi sevinç, onu qəm. Bu dünyanın əvvəli qəm, sonu qəm. Ahdan gəlib, aha gedən yoldayam. Keçid mənim, körpü mənim, dar mənim. Yağış mənim, boran mənim, qar mənim. Ucuz yerdə nə ölümüm var mənim. Baha gəlib, baha gedən yoldayam. Lələ mənəm, kərəm mənəm, kül mənəm. Kül içindən baş qaldıran gül mənəm. Sevgi adlı şah evində qul mənəm. Şahdan gəlib, şaha gedən yoldayam. Mehdən gəlib, mehə gedən. Şeyhdən gəlib, şeyhə gedən. Ahdan gəlib, aha gedən. Şahdan gəlib, şaha gedən. Bu müqəddəs yolda inamla ona görə yaşadım ki, mənim başımın üstündə Allahın nəzəri var idisə, mənim arxamda Azərbaycan xalqı var idi. Heydər Əliyev adında bir kişinin əli mənim kürəyimdə idi. Ona görə heç bir çətinlikdən qorxmadım. Və inamla dedim ki, aylar, illər əlində ötüb getdi gəncliyim. Heç olmadı həyatda rahatlığım, dinçliyim. Şeirsiz keçən günüm, varlığımda heçliyim. Şeirimlə bahar ömrü, qış ömrü yaşamışam. Boy vermiş ağac oldum, budaqlarım budandı.
Varlığıma göz yumub, o gizlədi, bu dandı. Mənim bu dərya səbrim, dağ boyda dərd udandı. Dərdimə dözə-dözə, daş ömrü yaşamışam. Talan olmuş bostanın uraları məndədir. Dağ-dağ olmuş dağların sıraları məndədir. Tarixin sağalmayan yaraları məndədir. Mən bir ömrün içində 5 ömrü yaşamışam. İnadımla daşları yumşaldım, mum elədim. Fikrimi, düşüncəmi sağlam toxum elədim. Ağappaq varaqları qapqara şum elədim. Mən əkinçi taleyi, xış ömrü yaşamışam. Bəzən vaxtım boş keçib, ömrü hədər vermişəm. Bəzən gül dodaqlara şux nəğmələr vermişəm. Məndən sevinc umana həsrət, kədər vermişəm. Bir gözəl yanağında yaş ömrü yaşamışam. Dözdüyümə dözənməz, dözüm dərsi keçənlər. Bu sınaq yollarını keçən fildir, keçənlər. Məni hərdən çaşdırır bu dumanlar, bu sənlər. Düz getmək əvəzinə çaş ömrü yaşamışam. Məni ömrün yolunda çox ölümlər haqladı. Nə əqidəm sarsıdı, nə inamım laxladı. Çətin gündə qollarım torpağı qucaqladı. Ayaqda sürünmədim, baş ömrü yaşamışam. Mən millətimin evlatlarına xış ömrü yaşamaq, xoş ömrü yaşamaq, baş ömrü yaşamaq xoşbəxtliyi arzulayıram. Hamımız dövlətimizlə bağlı, dövlətçiliyimizlə bağlı, xalqımızla bağlı, Türkün ruhuna müxtəlif hücumlarla bağlı narahat məqamlar keçiririk. Dövlətdir, dövlətçilikdir, müstəqillikdir. Bu həmişə qazanılmır. Dövləti qorumaq, milləti qorumaq, Azərbaycan xalqını qorumaq, Türkün ruhunu qorumaq hər bir insan üçün ən müqəddəs borçdur. Bəzən mən də sizi kimi narahat oluram, gərginlik keçirirəm, sıxılıram ki, ay Allah, bu problem necə həll olunacaq? Dövlət bu məsələdən necə addımlayacaq, necə keçəcək? Və istər-istəməz qulağıma tarixin səsi gəlir. Qulağıma keçmişin səsi gəlir. Təntiməyin, tələsməyin, çaşmayın. Yerli, yersiz qaynamayın, daşmayın. Qazan dolub qaynamamış daşmayın. Sirdaşımız səbir dözüm olacaq. Əzəl axır dünya bizim olacaq. Vaxt Təbrizin dünya ərkin dünyası. Yol Tanrının haqqı dərkin dünyası. Əzəl axır dünya Türkün dünyası. 3 gün, 5 gün gecim tezim olacaq. Əzəl axır dünya bizim olacaq. Düşmən məni düz anlamaz, çaş anlar. Haq sözümü qaya duyar, daş anlar. Qaydacaq Çin səddini aşanlar. Tarixlərdə təzə sözüm olacaq. Əzəl axır dünya bizim olacaq. Keçidlərdə ocağımız səngidi. Yoxuşlarda nəfəsimiz təngidi. Haq sözündə dünya bir əz ləngidi. Həqiqətlər çözüm olacaq. Əzəl axır dünya bizim olacaq. Yeni dünya, yeni mizan Qurandır. İlk sözümüz, son andımız Turandır. Nişan verən Peyğəmbərdir, Qurandır. Nə yozulsa xeyrə yozum olacaq. Əzəl axır dünya bizim olacaq. Birləşəcək neçə bölgələr, çəkiləcək qaranlıqlar, kölgələr, diriləcək Oğuz xanlar, bilgələr, Türkə səcdə, Türkə təzim olacaq. Əzəl axır dünya bizim olacaq. Ayaz nədir?
şaxta nədir, bürkü nə? Nə qorxudar haq yolunda türkü, nə? Birə düşsün düşmənlərin kürkünə. Dəniz kimi dalğalan türk, çalxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Silkələdin doğu ilə batını, qucaqladın göyün 7 qatını, dur yəhərlə ərənlərin atını. Dəniz kimi dalğalan türk, çalxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Silinməsə üzümüzün qarası, qılınar mı başımızın çarası? Qars, Ədirnə, İzmir, Bursa arası, Altay ilə Anadolu arası, dəniz kimi dalğalan türk, çalxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Sabaha bax, əsr səni gözləyir, qala səni, qəsr səni gözləyir, girov səni, əsr səni gözləyir. Dəniz kimi dalğalan türk, çalxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Gilgamışdan, Alpamışdan, Manasdan, geri qalmaz dastan olsun bu dastan. Qurtar bizi bu zillətdən, bu yasdan. Dəniz kimi dalğalan türk, çalxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Hardan hara getdiyini bilən yol, üfüqlərə qovuşanda gülən yol, Atilla'dan Atatürk'e gələn yol, qalxan olsun başın üstə, qalxan türk, Çanaqqala, Malazgirdin davamı, Türk deyil ki, öz qanından qorxan türk, təmiz süddən mayalansın, doğulsun, Mete kimi, Oğuz kimi, bir xan türk, yaddaşında sıralansın, anılsın, Ertuğrul bəy, Osman Qazi, Orxan türk, yenə Tanrı dağlarını qucaqla, dağlar olsun, Səngərin türk, Arxan türk, döyüşən türk, oyanan türk, qalxan türk. Çox təşəkkür. Mən sizin bu alqışlarınızı Azərbaycan poeziyasına, Azərbaycan mədəniyyətinə coşan, daşan, qabarıb çəkilən arzuların ifadəsi hesab edirəm. Mən yenə bir haşiyə çıxıram. Eşq olsun mənim xalqıma və burada bugün Zəlimxanı işıqlandıran oğullara, kişilərə, şəxsiyyətlərə, millət vəkillərinə, ana bacılarımıza, bütün bu zalda əyləşənlərin hamısına bu alqışlar ki, belə getdi, yadıma nə düşdü? Rəhmətli Mirzə İbrahimovdan eşitdiyim bir söhbət. Danışırdı rəhmətli yumşaq. Deyir, oğul, 54-cü il idi, Filarmoniyada Səməd-Vurunun yaradıcılıq gecəsi keçirilirdi. Mən deyir, məclisi açdım, sözü verdim Səməd-Vuruna. Səməd-Vurun keçdi kürsünün arxasına. İndi qardaş, bu xalqın alqışı kəsmir ki, Səməd-Vurun sözə başlaya. Şair qalıb kürsünün arxasında alqış dağların seli kimi dağlara, daşlara çırpa gəlir. Dözə bilmədim, deyir, dedim ki, Mirzə müəllimdə burada ağsaqqallarımız var, yaxşı tanıyan ziyalılarımız var, yumşaq, rahat danışan kişidir. Deyir, dedim ki, bəsdirin. Birdən deyir, Səməd-Vurun dedi ki, aya, çalın, mən ilə Səməd-Vurun eləyən bu əllər oldu. Eşq olsun sizin alqışınıza, eşq olsun sizin əllərinizə. Mən bir arzum bildirirəm. Əlbəttə, mən inanıram ki, ürəyimizlə, varlığımızla gecədə hamımız iştirak edirik. Bu mənim gecəm deyil, bu Azərbaycan poeziyasının gecəsidir. Azərbaycan şairlərinin gecəsidir. Azərbaycan ağsaqqallarının gecəsidir. Azərbaycan müəllimlərinin, Azərbaycan ziyalılarının gecəsidir. Dövlətin və dövlətçiliyin gecəsidir, təkcə Zəlimxanla bağlı deyil. Ona görə mən xahiş edirəm, elə çıxışımın axırında onu deyim ki, yəni hələlik müvəqqəti çıxışımın. Hələ bundan belədir ləzzəti meyxanəmizin. Demək, orada bir şüşə qab qoyulub,
Mən istəyirəm ki, səhnə ilə zalın arasında rəsmiyyəti götürmək üçün qaynayaq, qarışaq, lillənək, göllənək, durulaq, saflaşaq. Ona görə xahiş edirəm, kimin ürəyindən keçsə, suallar gəlsin yazılı şəkildə, çıxışımın ikinci hissəsini suallara cavab əsasında quracağım. Bir daha eşq olsun sizə. Mən həddindən artıq minnətdaram bu gecənin təşkilatçılarına, təşəbbüskarlarına. İnşallah minnətdarlıq axılda gələcək. Amma ürəyim durmur. Eşq olsun sizin hamınıza. Hər biriniz Zəlimxanın səsisiniz, qələmisiniz, kitabısınız. Əl atmaq nə lazım kağız qələmə? Heç kəsə demərəm yaz ünvanımı. Kimə gərək olsa sözüm, söhbətim, ona göstərəcək saz ünvanımı. Bugünkü məclisdə həmişə olduğu kimi sazla muğam, bir adamın iki gözü kimi, bir qartalın iki qanadı kimi çalxana-çalxana gedəcək, indi harada dayanar ya qismət. Ona görə mən istəyirəm, əl açıb göylərə çox yalvarmışam. Qoy bugün saz olsun Allahım mənim. İstəyim Tanrının xətrinə dəysə, gərək bağışlana günahım mənim. Mən heç vaxt saza Allah demədim. Amma sazı Allah eşqindən sevdim. Allah eşqindən sazı yaşadanlar var burada. İlk sözü Gülabiyə verirəm. Telli saz dillənsin, görək nə deyir.
Təşəkkür. Harda ağsaqqal varsa, orada yerin, göyün bərəkəti, dünyanın işığı, mələklərin qanadı var. Böyük ziyalımız, böyük alimimiz Hacı Vasim Məmmədəliyev buyursun. Əzizim Zəlimxan, böyük şairimiz, hörmətli məclis əhli, hamınızı salamlayıram və bugünkü gecəni böyük bir şeir, musiqi məclisi hesab edirəm. Mənə indi dedilər ki, hər yer yollar bağlıdır. Dedim, valla Zəlimxan üçün adam dünyanı da dolaşıb gələr. Zəlimxan o qədər hörmətə layiq bizim böyük sənətkarımızdır ki, onun yolunda hər şeyə dözmək olar. Doğrudan da sözün həqiqi mənasını, bax, bugünkü bu toplantıyı, bugünkü bu məclis, burada iştirak edən görkəmli ziyalılarımız, millət vəkillərimiz, nazirlərimiz, elm, sənət adamlarımız, ziyalılarımız Zəlimxanın məclisinə çox böyük bir belə zövqlə gəlirlər. Zalda bir dənə boş yer yoxdur. Aşağı da belədir, yuxarı da belədir. Və mən sizə inandırım ki, Zəlimxan əgər bu gecəsini, bu yaradıcılıq gecəsini bundan böyük bir 5 dəfə böyük bir zalda eləsəydi, yerə də orada boş yer qalmazdı. Çünki Zəlimxan sözün həqiqi mənasında xalqın sevimli şairidir. Elə şair deməklə, cibində Yazıçılar İttifaqının biletini gəzdirməklə bu ilə şair olmur. Şairi gərək xalq sevsin. Şairin gərək publikası olsun. Şairin oxucusu olsun. Şairin şeirini intizarla gözləyən, həssaslıqla onun şeirlərinə belə nigarançılıqla gözləyən publikası olsun. Bu, hər söz qoşana, hər nəzm yazana, nazimə qismət olan bir şey deyil. Bu, Zəlimxan kimi böyük sənətkarlara, az sayda olan böyük sənətkarlara qismət olan böyük bir keyfiyyətdir. Zəlimxan bugünkü Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Mən belə hesab edirəm ki, bugünkü çağdaş Azərbaycan ədəbiyyatını Zəlimxansız təsəvvür eləmək mümkün deyil. Ona görə ki, Zəlimxan Azərbaycan dilinin bütün gözəlliyini, o zülalını, o cövhərini, o belə Azərbaycan dilinin o bütün şirinliyini həm sazında, həm sözündə, həm danışığında yaşadan böyük bir sənətkardır. Zəlimxanın böyüklüyü ondadır ki, o saz sənətini, söz sənətini çox gözəl bilir. Azərbaycan aşıq ədəbiyyatını, ağız ədəbiyyatını, sazı, sözü çox gözəl bilən, ondan çox bacarıqla istifadə eləyə bilən, üstəlik də Allah Taala'nın verdiyi o gözəl ilhamla bugün çağdaş Azərbaycan poeziyasında özünə məxsus ən layiqli yerlərdən birini tutan bizim böyük sənətkarımızdır. Zəlimxan artıq abidələşmiş bir şairdir. Diriliyində özünə abidə qoymuş və abidəyə çevrilmiş böyük bir sənətkardır. Bu, hər sənətkara qismət olan bir şeydir. O Nizami ki deyir ki, piş o pəs-i dəbdəbə-i kebriya, pəs şuəra ayənd piş ənbiya, bax, o Zəlimxana aiddir. Yəni, qiyamət günü Allah Taala'nın huzuruna əvvəl peyğəmbərlər, sonra isə şairlər gələr. Yəni, bu şairə verilən Nizami kimi böyük bir nəhəngin şairə verdiyi qiymətin canlı mücəssəməsi, bax, bu Zəlimxan yağıdır. Bərgə səbziz, tohvəyə dərviş, çekonəd binəva, həmin darət. Mən də Zəlimxanı təbrik edirəm. Bu yaxınlarda Türkiyədə 2 gündür gəlib. Quranın 9-cu bizim tərcüməmizdə nəşri buraxılıb, dünən Türkiyədən gəlib. Və o mənim Kərbəla yoldaşımdır. Zəlimxan Allah adamıdır, dinimizə inanan, dinimizin ən gözəl adətlərini, ənənələrini ailəsində, həyatında, gündəlik məişətində yaşadan, ona ürəkdən inanan, gözəl həm də bizim bir şairimiz, ziyalımızdır. Zəlimxanın elə dini mövzuda yazdığı şeirləri, poemaları yığson,
böyük bir kitab alınır. Ona görə də özümə borc bildim ki, Quran-ı Kərimin, deyir, kəlamın, sözlərin ən gözəli Allahın kəlamı, yolların ən doğrusu Peyğəmbər Aleyhisselamın yoludur. Ona görə də bu kitabı istəyirəm, ona bağışlayam. Türk-İslam mədəniyyətini, Türk-İslam tarixini, ədəbiyyatını çox yüksək səviyyədə bilən və Azərbaycanda çox imzalardan seçilən möhtəbər bir imza var. Ömrünü Cavidə həsr eləmiş, Cavidlə bağlı 8 kitabı çap olunmuş və Caviddən Zəlimxana keçid eləmiş. Əzəl-axır Dünya Türkün Dünyası adında Azərbaycan elminə çox gözəl bir kitab vermiş bizim əzizimiz Azər Turan'a söz verirəm. Buyursun. Türk düşüncəsinə həsr olunmuş şeirlərini oxuyanda burada alqışların tempi başqa cür oldu. Və mənim yadıma bu alqışlara bənzəyən, amma o zaman hələ indiki Zəlimxan yox, indiki Zəlimxan Yaqub yox, Azərbaycanın cavan bir şairi Zəlimxan Yaquba o alqışlar necə qismət oldu, onu xatırladım. 1982-ci il idi. İndiki aktyor evində bizim görkəmli yazıçılarımızdan birinin yaradıcılıq gecəsi keçirilirdi. Və rəyasət heyətində Azərbaycanın görkəmli ədibləri, ziyalıları əyləşmişdi və tədbiri İsmail Şıxlı aparırdı. Mən onda tələbə idim, bizi tələbələri həmin salona toplamışdılar. Bilmirəm kim çıxış edirdi, birdən İsmail Şıxlı ayağa qalxdı və belə bir hadisə baş vermişdi. Pərdə dalğalanırdı, aktyor evinin rəyasət heyətinin arxasındakı pərdə dalğalanırdı və həmin adam çıxışını qurtarana kimi İsmail Şıxlının fikri pərdəni dalğalandıran adamda qaldı və başqasına söz vermədi İsmail Şıxlı, rəhmətli İsmail Şıxlı. Dedi ki, Xəlil Rıza söz istəyir və əlində çantası Xəlil Rıza, pərdənin arxasından söz verilən Xəlil Rıza mikrofona yaxınlaşdı və onun dediyi birinci sözü indiki kimi xatırlayıram. O dedi, Zəlimxan Yaqub buradadırmı? Və sonra da belə məclislərdə niyə Zəlimxan Yaqub üçün keçirmirsiniz, dedi. Və sonra da Xəlil Rıza üslubunda dedi ki, niyə görə Zəlimxan Yaqubun yaradıcılığı dərsliklərə salınmır? Onda Zəlimxan Yaqub bəlkə də 30 yaşında olardı, bəlkə də az olardı. Bilmirəm, amma Xəlil Rızanın o çıxışı necə tamamladı, axırıncı cümləsi indiki kimi yadındadır. Xəlil bəy dedi ki, eşq olsun xalq şairi Zəlimxan Yaquba. Xəlil bəy bunu nə üçün etdiyini, nəyə görə etdiyini bilirdi. Zəlimxan Yaqubun yaradıcılığını Azərbaycanın meyyar şəxsiyyətlərinin hər biri dəyərləndirdi. Böyük şairimiz Bəxtiyar Vahabzadə dedi ki, 50 yaşın dastanındakı Hardan gəlir Zəlimxan bölümü Türk şeirinin manifesti ola bilər. Əgər Bəxtiyar Vahabzadə Zəlimxan Yaqubun 24 misralıq şeirini Türk şeirinin manifesti, müasir Türk şeirinin manifesti adlandırırsa, bu barədə düşünməyə dəyər. Bizim Azərbaycan ziyalılığının etalon şəxsiyyətlərindən, rəmz şəxsiyyətlərindən biri rəhmətlik Xudu Məmmədov deyirdi ki, yad daşlar, yad tikinti materialları, yad memarlıq forması gətirir. Zəlimxan Yaqubun sözləri doğma sözlərdir və qurduğu bina doğma binadır. Xudu Məmmədov deyirdi ki, Zəlimxan Yaqubun yaradıcılığında vətən anlayışı ölçüsüzlüyə qovuşur, sahilsizliyə qovuşur. Bilirsiniz, indi qloballaşma dünyanın mahiyyətinə, dünyanın ahənginə başqa bir əhval gətirib. Yəni, bir məmləkətdə, bir Azərbaycanda dövlətin və xalqın eyni səviyyədə dəstək verdiyi, eyni səviyyədə sevdiyi və dəyərləndirdiyi
bir xalq şairi millətin ruhunu İslam, iman və Turan işığında cəzb eləyə bilirsə, bu millətimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq. Mən çox danışmaq istəmirəm. Diqqətinizə görə təşəkkür edirəm. Möhtərəm mərasim iştirakçıları, bugün sizin xidmətinizə iki kitabın ünvanı gəlib çatıb. Əzəl-axır Dünya Türkün Dünyası və Hüseyin Saraçlı adında dastan. Mən indi Hüseyin Saraçlı dastanla bağlı bir məqama toxunub, sonra aşıqlara söz verəcəm. Bir gün rəhmətli Aşıq Hüseyin o dastandan bir parça kimi deyirəm, aşıqlar davam eləyəcək. Yuxuma girdi, söhbətləşirik. Dedi, bilirsən də, mən şəhidlərimi həmişə atmacalar atırdım. Aşıq Məhəmməd Sadaqlı uzundur. Deyir, ay cəmaət, kimin borcu var, bir il alsın, gələn il heç kimin əli çatmayacaq. Aşıq Əhməd arıqdır, cılızdır, deyirdi, mən ölüm buna baxın, atdı qarışqı yoxşuyur. Aşıq Sədi ulaşdı, kök idi, ləngərli adam idi. Deyirdi, ay cəmaət, amanı bir gündür, bunu qonaq çağırmayın, kimin öyünə isə bir aylıq yeməyini kəsəcək, öy yəsinə bir tikə qalmayacaq ki, acanda boğazından anıradda da. Bir hamısında hədə gəlir, deyir ki, bu Aşıq Murad var da, bu da mənim son şəhirdimdir. Görürsən də, ayaq üstə qırxı çıxıb, nəfət çəkməyə halı yoxdur. Amma, xahiş edirəm səndən, bir oğlum kimi, şəhidlərimin hamısını çox istəyirəm. Amma hamısından çox Muradı istəyirəm, çünki o mənim çox cəhətlərimi götürüb, ən çox baməzə tərəflərimi götürüb. Ona görə ondan müğayət ol. Dedim, ustad, mən də onu çox sevirəm. Bir halda ki, bunun bu baməzə tərəfləri belə gözəldir. Gəl ona bir deyişək, bir qələm çəkək, o elə Murad da tarixdə belə qalsın. Və gözəl bir deyişmə yarandı. Aşıq Hüseyin Saraçlı ilə Zəlimxan Yaqubun Muradla bağlı deyişməsi. Söz verilir Cahangirlə Tərmeyxana, görək Aşıq Hüseyin Saraçlı ilə Zəlimxan Yaqub necə deyişir. Belayay Zəlimxan son şəhidin Muradda, göz işində qızıl qurdan zirəkdə. Baxmay onun qoru taxda canına, zalım oğul başdan başa ürəkdə. Baxmay onun qoru taxda canına, ay bala, ay bala, ay bala, ay zalan, 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 ay gülün, gülün, gülüm, ölürəm atarlam bala. Hazalım oğlu yey bahırdan başa yürəkdi gələk, ölürəm. Ay Zəlimxan son şəhirdi Muraddır. Öz işində qızıl quşdan zirəkdir. Baxma onun quru taxta canına, zalım oğlu başdan başa ürəkdir. O belə yozan baba ey sözlərində haqlısan, Aşıq Murad ey saza sözə gərəkdir.
Yemeğini içmeğini verseler bir yıkılım uçuğa direhdim. Şimdi gelecek göreceksiniz. Yemeğini içmeğini verseler. Ay bala ay bala ay bala ay zaman 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 ölürüm atarlam bana. Bir yıkılın ey çuhudama direhdin aman aman ölürüm. Ozan baba sözlerinde haklısın. Aşık Murat saza söze gerekti. Yemeğini içmeğini verseler bir yıkılı uçuk dama direkti. Bülövlüyür, nizamlıyır bülövünü daşını. Saza verip ürəyinin başına. Saz bəndişi yaman qatıb başını, xeyrə şərə get gəlişi seyrəkdir. Qaş gözünə nə əyləndirir qızları, şükür haqqan atı hələ yürəkdir. Qaş gözünə əyləndirir qızları. Ay canım canım canım, ay sonam sonam sonam, Selmi naz ay xanım ben olmam. Şükür haqqan atın hələ yürəkdin aman aman yürək. Aşık Hüseyin Saraçlı'nın son 5'i şagirdi Aşık Murat gelsin görək nə deyir. Akşamınız xeyir. Yaz azıdı gəlini biniyə köçürüblər. Bir də xabar çatdı ki, dədən ölüb gəl. Sabah tezdən südü, malları yarım çıx sağdı. Qalanın buzoy əmdi. Yığıntıya töhdündə ağlaya-ağlaya gəlir dədəsini basırmağa. Meşə yoldu, nə olacaq gəlir? Bir xaçpərət çobanı, baxır kəyə bir gəlindir. Elə şox yox gəlir ki. Deyir bacıcan de, bacıcan de, deyir anam bacın da mənim kimi desin. Allah şairlərimizin canını sağ eləsin. Hamı, bütün deyən şairlər Şah Zəlimxan kimi desin. Bir boşalı qocalmışdı, 70 yaş keçmişdi. Uşaqları yığıldı, dedi ay dədə papaq geynəsi vaxtındır. Gəl sana yığılaq bir papaq alaq. Dəyərənin imkanı nəyə çatırdı 5-10 manata. Yığdılar, verdilər, bir 80 manat Rus pulundan düzəltdilər. Gəldi Tovuzun bazarına, soraq elədi, dedi, harada papaqçı dükkanı göstərdilər. İçər girdi, elə yaxşı papaqlar var. Əlin atdı, bunu neçə deyirsən, dedi 40 manata. Bunu neçə deyirsən, 60 manata. Bunu neçə deyirsən, 80 manata. 80 manat pulu var idi. Bir yaxşısına göz sataş, dedəyinin bunu neçə deyirsən, dedi 150 manata. Dedi o qiymata dediğin üçün hamısı mıxtan asıl qaldı. Biri iki qarğa tutub, səvədə salva aparır yolla. Qabanından bir tanışı rast olur. Deyir, bu Allah'ın kuşunu har yaparsan, ninirsən bunu, nə verəcəksən? Əti yeyilmir, gönü yeyilmir. Dedi, deyirlər ki, 200 il yaşayır, aparırım, görüm yaşayacaq mı? Mən Şair Zəlimxana minnətdarımı bildirirəm, Ustadım Hüseyin Saraçlı'nın bu dastanı yarattığına görə dünya durduqca Şair Zəlimxan da dursun. Xoşbəxt olun. Sağ ol, teşekkür. Sağ ol. Sağ ol. Sevimli müğennimiz Mənsum İbrahimov buyursun.
yağış kimidir ruhda canım, canda ruhuyum. Buludlar yağış kimidir ruhda canım, canda ruhum. Can heç nədir, bədən heçdir, çırpınmasa qanda ruhum. Görüşdüyüm mələklərdir, qovuşduğum fələklərdir. Həlak olmaz qasırğadan, sarsılmaz tufanda ruhum. Tur Sinada musadıyam, Tur Sinada musadır, çarmıqda Həzrəti Sadır. Hər dağda Məhəmməddir, dolaşır Quranda ruhum. Ay baba yalanım. Məcnun kimi səhradadır, Məcnun kimi səhradadır, Tahir kimi dəryadadır. Min illərdir qanat çalır, nağılda dastanda ruhum. Məndə sığar iki cahan, bu bir Tanrı nidasıdır, əbədi bir hökmürandır, hər iki cahanda ruhum. Ləhni Davud avazıdır, Ləhni Davud avazıdır, Vaqif Ələskər sazıdır. Ölümə meydan oxuyar, yaşar Zəlimxanda ruhum, yaşar Zəlimxanda ruhum. Ay canım, açdı gül çiçək hardasan, söylə ey mələk hardasan. Açdı gül çiçək hardasan, söylə ey mələk hardasan. Həsrətin yaman imiş, həsrətin yaman imiş, özməyir ürək hardasan, özməyir ürək hardasan. Həsrətin yaman imiş, həsrətin yaman imiş, özməyir ürək hardasan, özməyir ürək hardasan. Deyirdin gələrəm ya, bir deyib gülərəm ya. Deyirdin gələrəm
Aylara vədə verdim, eller tamam oldu yar gel. Eller tamam oldu yar gel. Aylara vədə verdim, aylara vədə verdim, eller tamam oldu yar gel. Eller tamam oldu yar gel. Eller tamam oldu yar gel. Eller tamam oldu gel. Telli sazın böyük üstadı Aşı Əmrahın məzarı başında elədiyim çıxışın son bəndi belə idi ki, deməyin ki, vaxtı başa yetirdik, saz kamansız, kaman tarsız qalmasın. Aman eller, xan Əmrahı itirdik, sənət mülkü kamandarsız qalmasın. Həyat sübut eləyir ki, bütün böyük sənətkarların arxasınca böyük sənətkarlar gəlir. Yoxsa dünya olmazdı, həyat olmazdı. Bu mənada bizim 21 yaşlı cavan pöhrə balamız sinəsində aşıq kamandar sazı dillənən Aşıq Ramin buyursun. Zəlim xanım, mən sizi xalqımızın sevimli şairi kimi, xalq şairi kimi səmimi qəlbdən təbrik edirəm. Eşki var her zaman zirvenin, eşki var her zaman zirvenin. Dağ tepe değmez ki değmez at telli balam. Tüm şehirlerin penzesinde didilmez, şimşehlerin penzesinde didilmez. Sel ağzında yeğmez ki yeğmez at tarlayan balay. Öz eşki var her uzalan zirvenin, dağa tepe değilmez ki değilmez. Şimşehlerin pəncəsində didilmez, sel ağzında yeğilmez ki yeğilmez. Kartalşimi ölmez şumay, yunmaz alayla, layla sonayam, layla yatarlayam balay.
kartal kimi ölmez şun ölmez. Vatelli balama derdin alem. Belə gözəl havadan sonra Aşıq Hüseyin Saraçlı dastanının yaranmasında halal payı olan gözəl kişilərdən biri bizim əziz alimimiz, istəkli ziyalımız Həsən müəllim, Həsən Mirzə buyursun mikrofona. Səlim xan, bütün Azərbaycan xalqı bilir ki, mən sözü bir formada deyirəm, iki cür danışmağa bacarmıram. Haqqı deyirəm, siz yalnız Azərbaycanın şairi değilsiniz. Siz bütün Türk dünyasının seçilmiş, tanınmış tekrasır şairisiniz. Sizi Allah Türk dünyasına bəxş eləyibdir. Biraz bundan qabaq öz çıxışınızda bütün Türk dünyasını siz gəzdiniz, qəhrəmanlarını dediniz. O sizin ürəyinizdən gələn təpərdir. O sizin ürəyinizdən gələn sözdür, o sizin arzunuzdur. Bunu xalq bilir. Səlim xan yalnız şair deyil, xalq şairi deyil, həm də haqq şairidir. Mən bunu 10 il bundan qabaq demişəm, yenə də deyirəm, təkrarsızdır, əvəzsizdir. Elə bir fenomendir ki, onun tayı bərabəri yoxdur. Gələcəkdə bütün Türk dünyası, bütün dünya onu istəyəcəkdir. Göstərin elə bir şair ki, o qədir sinə dəftər olsun. Dünyada deyirəm, heç bir Azərbaycanda demirəm. Göstərin. Elə bir şair göstərin ki, folklor onun bütün sinəsində yatsın. Dünya ədəbiyyatı, yalnız Azərbaycan ədəbiyyatı deyil, bütün dünya ədəbiyyatı onun sinəsindədir. Elə bir şair göstərin ki, şairlər məndən inciməsinlər. Olanı deyirəm, haqqı deyirəm. Səlim xan bayaq burada danışırdı, onun şeiri ilə onun danışığı bir-birindən seçilmirdi. Sözlər mərcan kimi bir-birinə düzülüb, inci kimi bir-birini tamamlayır. Səlim xanda olan söz ehtiyatı, onda olan sinonim cərgələri, bir o birisini, o birisi, o birisini, o birisi, o birisini tamamlayır. Göstərin belə bir şair, yoxdur. Onun qədrini bilməliyik. Səlim xan yalnız şair deyil, həm də böyük bir tribundur. Hitler deyirdi ki, Stalinin başını gətirin, Levitanın dilin gətirin. Çünki Levitan hər danışanda 3 divizya yaranır. İndi Səlim xan hər tribunuya çıxanda, hər tribunada danışanda onu sevən gənclərin böyük ordusu yaranır. Bu hər adama nəsib olmur, hər adamda belə deyil. Səlim xan bir də, düzdür, şairlər də Allah tərəfindən ona vergi verilir. Amma Səlim xanın o badəsi camı böyük olubdur. Allah ona bol veribdi onu. Ona görə tükənmir. O danışanda bulaq kimi qaynayır. Görürsən, arxa-arxaya gedir, heç bəlkə də elə moment var ki, onu orada düzəldir elə. Bu Allah vergisidir. Allah sizə yar olsun. Mən istərdim ki, Azərbaycan xalqı, Mədəniyyət Nazirliyi, Səlim xanın bütün o çıxışlarını, bütün görüşlərini filmə çəksin. Gələcəkdə Azərbaycan üçün lazımdır, Türk dünyası üçün lazımdır, Azərbaycan mədəniyyət üçün lazımdır, bu lazımdır. Biraz da Hüseyin Saraçlı dastanı haqqında. O dastan mənə doğmadı. Niyə? Əvvəla mənim canım, qanım folklordan qalib. Sazla, sözlə çox yaxınam, onu sevirəm. Səlim xan yaxşı yaradıbdır. Dərir əzdən xoş söz atamla değiştirir onu. Ona görə doğmadı, yalnız mənim atama görə deyil. El ağsaqqalları ilə görüşdürür. Əsər ona görə qiymətlidir ki, bu yalnız Azərbaycanın bir aşığı deyil, Azərbaycanın ağsaqqalını gəzdirir. Bütün Azərbaycan xalqının birliyinə, həmrəyliyinə çalışır. Buna görə əsər çox qiymətlidir. Əsər bir də ona görə qiymətlidir ki, əsərin dili çox zəngindir.
Üzür istəyirəm ağsaqqallar ustası, amma yeri gəlir. Çünki siz dedirtdiniz mənə. Aşıq Söyündən iki baməzə söhbət, haqq aşıqlığıyla bağlı. Bir gün bir məclis deyil məclisi durdu başımın üstündə bığlarını eşdi belə. Qardaş oğlu, sən bu şairi hardan tapdın? Öz ləhcəsinlə danışıram, %100 elə bil özünə qulaq asın. Qardaş oğlu, sən bu şairi hardan tapdın? Dedim, ustad, belə bulaqların şırıltısı, yarpaqların pıçıltısı, təbiətin üzümüz məsələ belədir. Rəhmətlin oğlu, kimin ağla soğan doğurursan? Bulağın şırıltısı da, yarpağı pıçıltısı da şair olsaydı, çombaq götürərək hamısı yazar olardı, dağlara şair tutmazdı. İkinci bir məqam, Sadaqlıda Maestro Niyazının böyük bəstəkarımızın 70 illiyi keçirilir. Aşıq Əmrə telli saza od vurub yandırır, Niyazi özünü saxlaya bilmir. Durur ağa, deyirəm, Rakçı dayan. Deyir, buyurun Niyaz müəllim. Deyir, mənim imkanım olsaydı, sənin barmaqların qızıla tuturardım. Aşıq Söyün alınır bu sözdən. Deyir, ha Niyaz müəllim. Deyir, bələ Aşıq Söyün. Deyir, eşitmişəm, sana Amerikadan bir qızıl çubuq yollayıblar. Onu ərissələr Əmrəha da çıxarmağa da mən niyə ərirsən? Muğamatımızın xan kişilerinden biri olan Ağaxan Abdullayev. Eller məni ürəyimdən axıb gedən qan öldürür. Eller məni ürəyimdən axıb gedən qan öldürür. Muğam adlı bir sehirkar, ses adlı bir can öldürür. Ne günlerin eşkindeyim, ne sabahın həsrətində məni bugün yaşadığım müqəddəs bir an öldürür. Baladım. Ne dünənin həsrətindəm, ne sabahın eşkindəyəm. Məni bugün yaşadığım müqəddəs bir an öldürür. Ateş kimi qarsaladı saladı segahın feryadım benim. Ateş kimin saladı segahın feryadım benim. Bu
ateşten kurtarmağa yoktu bir imkan öldürür. Bu ne sesli belki bugün Hazreti Davud dirilib. Heyranların heyranıyam, beni bu heyran öldürür. Allah belə ölümləri duyanlara çox görməsin. Şüşlər bugün verib yenə qətlimə fərman öldürür. Məni sevən dostuma bax çevrilib cəlladım olub. Məni sevən dostuma bax çevrilib cəlladım olub. Vallah Zəlim xan ölməzdim, onun ağa xan öldürür. Ay Allah, belə ölümlərim duyanlara çox görməsəm, kuşlara verib yenə Belə gözəl çıxışdan sonra böyük müğənnimizə, böyük xanəndəmizə təşəkkür eləyib, sözü mənim qayğıkeşim, əzizim, müəllimim, dostum, yaradıcılığını yaddaşımda gəzdirdiyim sevimli xalq şairimiz Nəriman Həsənzadəyə verir. Zəlim xan burada danışanların heç birinə borçlu deyil. Hamısı haqqında danışırdı. Zəlim xan şifahi almanaxdır, Azərbaycan almanaxı. Klassik ədəbiyyatdan büyünə qədər. Tirajı da çox böyükdür. Zəlim xan, eşq olsun sənə. Sağ ol. Səni bağrıma basır. Burada aşkları oxuyur. Biri zarafat eləyir, değişmə gedir. Mən ilk gəncliyimi, uşaqlığımı xatırlayıram. Bizdə də Ağstavada, Qazaxda həmişə belə səhərəcən qulaq asırdıq biz aşıqlara. Mən aşıqlara da minnətdarımı bildirirəm. Zəlim xanın bir şair kimi burada dedilər, çox gözəl danışdılar. Hamısı gözəl danışdı. Ancaq deyim ki sizə, Zəlim xan haqqında da çox gözəl danışır. Zəlim xan əvvəlsiz danışır. Zəlim xan haqqında bir kitab da buraxdıra bilər. Yəni Zəlim xanı aça bilir.
Eşq olsun sən. Bu məni sevindirir, doğrudan deyirəm. Böyük natiqdir sözsüz. Zəlimxan gələn yerdə bayramdır. Orada sükut ola bilməz. Sevinçdir. Əhval-ruhiyyə yaradır, mühit yaradır. Və bir-iki səfərlərdə də olmuşuq. Böyük sinə dəftər şairimizdir. Mən qib deyirəm sənə, mənim əzizim. Və fəxr edirəm Zəlimxan. Bəs mən nə ilə fəxr eləməliyəm? Gün o dastanını gördüm orada. Biraz qəribə bir şey oldu. Dastanı, kitabı biraz bəri çəkdim ki, gedəndə götürüm. Gördüm yanımda oturan oğlan da öz tərəflə çəkdi. Sonra da götürdü. Sənə qurban Zəlimxan, ləzzət verir bana. Ancaq xoşum gəldi ha. Mən yavaşca çəkdim ki, gedəndə mən aparacağım, elə tez götürmürəm. Bu da bunu hiss elədi. O da öz tərəfinə çəkdi. Sonra da bir də gördüm, kitab yoxdur. Götürüb. Təbrik edirəm səni. Yaxşı detaldır. Öpürəm səni. Ürəyim haqdan köklənib. Mən onda bilmirdim Zəlimxan, o şeiri sənin yaradıcılıq gecəndə oxuyacağım. Onda mənim qəmmə sevinç qatdı Zəlimxan. Ad gününü qeyd edirik, qəmli qeyd edirdik. Demirəm nə üçün. Zəlimxan, ona görə də minnətdaram sənə. Səni doğrudan Allah göndərdi. Hardasa göndərdi ki, sən gəlib ürəyimizi açasan orada. Ürəyim haqdan köklənib. Sazı Zəlimxan köklədi. Leylini verdi Məcnuna, bir əhd peyman köklədi. Üz-üzə qol-qola çaldı, haqq dediyim yola çaldı. Sağ olmuş, sağ ola çaldı. Kökü sağ oldan köklədi. Əlini çəkdi bığına, girdi sazın qılığına. Bir oğlumun sağlığına, pirlərdən dastan köklədi. Yunus Ümrədən başladı, sözü sözlə naxışladı. Can dedim, can bağışladı, can üstə bir can köklədi. Papağı Ozan töhfəsi, döşündə sazın təhnəsi. Tutar ağı dost süfrəsi, tut sazı tutla köklədi. Borşalıda gecələdi, damcılını incələdi. Şuşa dedi, saz mələdi. Yasa batdıq, yas tutduq, ehsan köklədi. Gəraylıya pərdə seçdi, hecadan heciyə keçdi. Bu taydan o taya keçdi, o taydan divan köklədi. Xan arazı keçdiyini, zəmzəm suyu içdiyini, Çində bir qız seçdiyini, arada pünhan köklədi. Yaş ötüb saça dən düşüb, dağlara duman çən düşüb, sarasız ev kökdən düşüb, sazda bir kaman köklədi. Nəriman Zəlimxan dedi, mən can dedim, o can dedi. İki Azərbaycan dedi, bir Azərbaycan köklədi. Bu səmimiyyət deyir ki, çox az iş görübsən, daha çox iş görmək lazımdır. Bu məhəbbət deyir ki, bu xalqımın sevgisinə layiq olmaq lazımdır. Eşq olsun. Bizdən əvvəlki nəsilə də, bizdən sonra gələnlərə də. Aşıq Əşrəf və Aşıq Cahangir buyursun. Bala yare ya yore mamalay
Əzizlərə mey ana kimi, əzizlərə mey ana kimi, sarıldım ay saldı, mənim ay saldı, mənim ay saldı, mənim. Sığallaram sona kimi, sığallaram sona kimi, sarıldığım sazdı mənim, sarıldığım sazdı mənim, sarıldığım ay sazdı mənim, ay lay 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 ay lay 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 ay lay lay lay. Amalay oldum orada yayıklarım orada, oldum orada yayıklarım orada, gücüm orada yay zorum orada, oy kurban oy ay kurban ay kadan alayım. Kabrim orada yayıyorum orada, kabrim orada yayıyorum orada, sarıldığım sazdı benim, sarıldığım sazdı benim, sarıldığım ay sazdı benim, ay ay terbanım ay ay ceylanım ay ay ceylanım ay bağlamam hani. Zəlimxan Yaqub yaradıcılığında folklor motivləri mövzusunda dissertasiya müdafiə eləmiş hörmətli alimiz Əminə xanım buyursun. Mən özümü sözün əsl mənasında xoşbəxt sayıram. Ona görə ki, mən Zəlimxan Yaqub kimi Azərbaycanın görkəmli bir şairi haqqında elmi araşdırmalar aparmışam. Zəlimxan Yaqubun misraları mənə imkan vermir ki, mən onun ilmi təhlil edeyim. Mən Zəlimxan məndən danışında sadəcə onun misralarını demək istəyirəm və dilimdə o misralar o elmi kəlmələrdən qabaq gəlir. Qəlbimdən, qanımdan, ruhumdan onlar süzülür. Mən Zəlimxan müəllimin yaradıcılığının aşıqı bir, sadəcə bir oxucu kimi, onun yaradıcılığının vurğunu kimi bir şeirini demək istəyirəm. Çox sevdiyim, dönə-dönə təkrar edeyim və bütün tələbələrimə sevdirdiyim bir şeir. Gəl mənim ömrümün şirin dünyası, məhəbbət adlanan birin dünyası, Fərhad əfsanəsi, şirin dünyası, qalamı uçurum, qayamı çapım, mən sənin qəlbinə necə yol tapım. Ömrüm sənə sarı düşən güzardı, əvvəli beşikdir, sonu məzardı. Ay Allah, bu azar nə xoş əzardı. Könül ağrılarım, ürək əzabım, mən sənin qəlbinə necə yol tapım. Ürəkdən ürəyə dil körpüsü var, görüşdən görüşə gül körpüsü var. Gizli sevdaların qıl körpüsü var, çatarmı keçməyə dözümüm, tabım, mən sənin qəlbinə necə yol tapım. Tanrı şəfəqimsən, din işığımsan, səhər günəşimsən, dan işığımsan, ən böyük ləhcəmsən, danışığımsan. Bütün suallara sənsən cavabım, mən sənin qəlbinə necə yol tapım. Salyandan gəlmiş bir qonağımız var. Mübaliğəsiz deyirəm ki, Zəlimxanın bütün kitabları onun yaddaşındadır. Bütün. Natiq adında bir qardaşımız. Buyursun mikrofona. Zəlimxan Yaqubla mənim dostluğum nə dünənə, nə bugünə təsadüf eləmir. Mənim onunla dostluğum 1995-ci ildən tutub, mən onun şeirinin pərəstişarıyam. Zəlimxan Yaqub dediyi kimi, həqiqətən də mən onun burada saatlarla şeirin deyərəm. Qulaq asın haqdan gələn səslərə. Qulaq olun ey Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə. Qucaq olun ey Allahı sevənlər. Allah olsun dilinizin duası. Allah olsun qəlbinizin mayası.
Allah olsun gözünüzün şüası, çıraq olun ey Allah'ı sevənlər. Çeşmə duru, dəniz duru, qum duru. Gül üstə şeh, göz yaşından dumduru. Hikkənizi içinizdə dondurun, uşaq olun ey Allah'ı sevənlər. Gözəlliyin taxtı tacı qurulsun, vurulanlar dönsün bir də vurulsun. Sizə baxsın bulananlar durulsun, bulaq olun ey Allah'ı sevənlər. Göyə baxın danıldısı doğanda. İşıqlanın nur zülməti boğanda, haqqın nuru yağış kimi yağanda, torpaq olun ey Allah'ı sevənlər. Ayaz dəymiş, yanaqları qızdırın. Şaxta vurmuş, barmaqları qızdırın. Buza dönmüş otaqları qızdırın, ocaq olun ey Allah'ı sevənlər. Çəkinizi, yükünüzü tanıyın. Allah adlı təkinizi tanıyın. Yerə baxın, kökünüzü tanıyın. Budaq olun ey Allah'ı sevənlər. Könül dostum, bir günəşdir, bir aydır. Qəlbimdəki haqdan gələn haraydı. Zəlimxanın ürəyi bir saraydı. Qonaq olun ey Allah'ı sevənlər. Qonaq olun ey Allah'ı sevənlər. Şirvandan hörmətli qonaqlarımız var. Aşıq Elman buyursun. Ana yurdun adı dildə ağızda, vurğunudur həm oğlan da, həm qız da. Tələsmişəm, vallah götürməmiş kağız da, öz sazımı qapıb bura gəlmişəm. Süfrəm açıq, əkin yerim sürülmüş, görəcəyim işlər tamam görülmüş, dost sözündən, el eşqindən hörülmüş, sarayımı yapıb bura gəlmişəm. Etibarlı dostu heç vaxt atmaram, sərvətimi 100 yadlara satmaram. Elə qorxdum, Zəlimxan müəllim, dedim birdən çatmaram, köhlənimi çapıb bura gəlmişəm. Nə müddətdir üst tutmursan niyala, dağlar sənsiz yaman dalıb xəyala, girdimanda ağ daşları az qala yanaq sayıb öpüb bura gəlmişəm. Zəlimxan tək dərin olmaz hər qoca, öz adı var, hörməti var çox uca. Bu sazımla, əlimdəki bu sazla ay xoca, yoluna gül səpib bura gəlmişəm. Ana qoyma yatıb qalam, səhər tezdən oyat məni. Ana qoyma yatıb qalam, səhər tezdən oyat mənim. Duyğuların qanadında, duyğuların qanadında, qoy aparsın göy at məni, qoy aparsın göy at məni, qoy aparsın göy at məni. Səhər vaxtı görüm tağım, səhər vaxtı görüm tağım, gül çiçəkli bu torpağım, gül çiçəkli bu torpağım, gözlərinin nurlu çağım, gözlərinin nurlu çağım, qarşılasın həyat məni, qarşılasın həyat məni, qarşılasın həyat məni. Zəlimxan gül dərə dərəm, Zəlimxan gül dərə dərə, min dağ açdı min bir dərə, qoy aparsın zirvələrə, qoy aparsın zirvələrə. Ay şair sən verdiyin qanat məni, sən verdiyin qanat məni, sən verdiyin qanat məni. Yaparsın zirvelere,
kanad məni anacım ey. Sevimli aktörümüz Ağalar Bayramov. Qızıl baxdım, qızıl taxtım. Qızıl baxdım, qızıl taxtım, qızıl tacım hey. Qızıl baxdım, qızıl taxtım, qızıl tacım hey. Həm qüsurum, həm uğurum, ağrım, acım hey. Bu günümdə sənə çox ehtiyacım hey. Şeyxim mənim, şahım mənim, şairim mənim. Əldən getdi fürsət mənim, çəm mənim deyil. Göyçə yoxsa necə deyim, qəm mənim deyil. Təbriz Dərbənd həm mənimdir, həm mənim deyil. Şeyxim mənim, şahım mənim, şairim mənim. Ömrümüzü hissə tutub oda verdilər. Özümüzü özgələrə qida verdilər. Nəvələrin borçalını yada verdilər. Şeyxim mənim, şahım mənim, şairim mənim. Yerevana döndərdilər rəvanımızı. Yerevana döndərdilər rəvanımızı. Sarsıtdılar qocamızı, cavanımızı. Səndən sonra düşmən qurdu divanımızı. Şeyxim mənim, şahım mənim, şairim mənim. Allah bizə fürsət verdi, ağıl vermədi. Allah bizə övlad verdi, oğul vermədi. Allah bizə əvvəl verdi, axır vermədi. Şeyxim mənim, şahım mənim, şairim mənim. İblis yenə fitnəsində, şeytan şərində, ağrı canda, miskil gözdə, yara dərində, tağım uçdu, belim sındı xudafərində. Şeyxim mənim, şahım mənim, şairim mənim. Talihimiz qapaz görüb şillədən keçib. Mərd oğullar başdan keçib, kəllədən keçib. Ulu şeyxlər, şeyx oğullar güllədən keçib. Şeyxim mənim, şahım mənim, şairim mənim. Qollarınla torpağıma sarıl gəl babam. Oxa çevril kaman kimi gəril gəl babam. Dirilt bizi, yaşat bizi, yarat gəl babam. Şeyxim mənim, şahım mənim, şairim mənim. Çaldıranda yaralanmış şahıma qurban. O yaradan tüstülənən ahıma qurban. Tarixdəki 13 yaşlı dahimə qurban. Şeyxim mənim, şahım mənim, şairim mənim. Zəlimxan Yaqub haqqında çox gözəl kitablardan birini yazmış bizim gözəl alimimiz Rüstəm Kamal buyursun. Zəlimxan müəllim haqqında çox sözlər deyilib, çox sözlər yazılacaq. Ancaq mən də bir-iki kəlmə demək istəyirəm. Zəlimxan müəllim bizim az-az böyük şairlərimizdən biridir ki, o məhz dədələrimizin şairidir, atalarımızın şairidir. Çünki bu millətə ataların şairi olmaq, atalardan yazmaq elə haqdan yazmaqdır, işıqdan yazmaqdır. Zəlimxan müəllimin kitablarını vərəqəsini görərsiniz ki, bu ancaq seçimli adamlardan, seçkin obrazlardan yazıb. Azərbaycanda da az-az şairlər var ki, ancaq seçkin. Məsələn, biri Nizami Gəncəvidir, biri də Hüseyin Caviddir. Ki, onun qəhrəmanları kimlərdir? Sazdır,
Heydər Əliyevdir, Məmməd Əmin Rəsulzadədir, Peyğəmbərimizdir. Peyğəmbər haqqında da Zəlimxan müəllim möhtəşəm bir əsər yazır. Zəlimxan müəllim göylərə baxan şair, yəni göydən gələn işığı görən şairdir. Zəlimxan müəllim yeganə şairdir ki, səsi eşitmirsən, səsi görürsən. Səsi görümlü eləyir, avazı görümlü eləyir. Zəlimxan müəllim, Rus şairi deyir ki, sevgini sözlə deməzlər. Ancaq bugün elə gündür ki, mən bir daha bəyan edirəm ki, biz sizi çox sevirik. Sizin varlığınız millətimizin varlığıdır. Yəni, sizin varlığınız göstərir ki, bu millət var. Bu millət ayaq üstədir, bu millət yaşayır. Var olun, eşq olsun. Öpürəm. Mən indi çox ağıllı bir aşığa söz verəcəm, amma ona ədalət dəli dağlı deyirlər. Arımı yemişəm, ar itirmişəm. Bir dağam zirvəmdən qar itirmişəm. Qarabağ görkəmdə dünya gözəli, of, Şuşa yaraşıqda yar itirmişəm. Öldürün, öldürün, öldürün məni. Duz səpilmiş yaramdı dünya. Mana yaz, düşmənə bayramdı dünya. Of, kəh bircə kəlbəcər əldən gelibsə, mənim kimisinə haramdı dünya. Öldürün, öldürün, öldürün məni. Günah işlətmişəm, səhv eyləmişəm. Səhvimlə özümü məhv eyləmişəm. Torpaq unudulub yurt yaddan çıxıb qançan düşməni əfv eyləmişəm. Öldürün, öldürün, öldürün məni.
arılar, gülmənəm qonum üstümə. Məndən nə çəksəniz saf çəkərsiniz. Başına götürər əhtirim dünyanı, sözün gülşənində kef çəkərsiniz. Durnalar, yerləri göylərə qatdım. Sizinlə uçmağa hər gün can attım. Elə ki torpağın altında yattım. Ay durnalar, məzarım üstündə səb çəkərsiniz. İnsanlar, ürəyim quzu təhmələr. Ey başım nələr çəkdi dünyada nələr. Hansı gün Zəlimxan ölüb desələr, ay insanlar o gün bircə dəfə of çəkərsiniz. Natəvan xanım bizim gözəl qələm sahibi, gözəl yazısımız buyursun. Natəvan Dəmirçioğlu. Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbiyyatında çox böyük bir isimdir, bu şəksizdir. Zəlimxan Yaqub min illik türk şeirinin bağrından qopub gələn bir şairdir, bu da inkar olunmazdır. Və Zəlimxan Yaqub Azərbaycan ozan aşıq sənətinin, eyni zamanda türk təkkədivan ədəbiyyatının böyük yolunun bugünkü davamçısıdır. Bunu da heç kəs inkar eləyə bilməz. Və Zəlimxan Yaqub qarışıqsız Azərbaycan şairidir. Bu da böyük bir tədqiqatın mövzusudur və mənə elə gəlir ki, əgər bu belədir ki, bugün burada sırf Azərbaycanlılar bura toplaşıblar. Yəni Zəlimxan Yaqubun yaradıcılığında yad nəfəs, yad not, yad tem, yad tembir yoxdur. Amma bütün bunlardan əlavə Zəlimxan Yaqubun çox özəl bir xüsusiyyəti var və bu da bütün xalqın gözünün qarşısında olan bir xüsusiyyətdir. Bu Zəlimxan Yaqubun Azərbaycanın mənəviyyatının, Azərbaycanın ictimai fikir tarixinin, Azərbaycanın fəlsəfi fikir tarixinin, eyni zamanda ədəbiyyat tarixinin çox qeyrətli, çox ləyaqətli, çox belə qüdrətli bir mühafizəkarı olmasıdır. Yəni Zəlimxan Yaqub bunu artıq bütün millətin gözünün qarşısında reallaşdırmaqdadır. Azərbaycan mənəviyyatının bunca təpkiyə məruz qaldığı bir vaxtda, ümumiyyətlə böyük türk mənəviyyatının bunca baskılara məruz qaldığı bir vaxtda Zəlimxan Yaqub Azərbaycanı və ümumən türk dünyasını təbliğ eləyən bütün sənətkarları, titanik insanları bütün varlığınla müdafiə eləməkdədir. Yunus Əmrədən belə, Qaracaoğlandan belə, Dadaloğlundan belə, Aşıq Ələsgərdən belə, Böyük Səməd Vurğundan belə, Axundovdan, Nərman Nərmanovdan, Şah İsmail Xətaidən, ümumiyyətlə demək olar ki, yenə təkrar eləyirəm, Azərbaycanın və ümumən türk dünyasının titanik varlıqlarını Zəlimxan Yaqub qorumaqdadır. Və bu mənada Zəlimxan Yaqub əli silahlı bir cəngavərdir. Yəni bunu biz inkar eləyə bilmərik. Hər bir millətin, hər bir xalqın, xüsusən emosional olan xalqların və o cümlədən Azərbaycan emosional xalqlar bölümünə daxildir. O xalqların belə deyək ki, deklamasiyaya həmişə səfərbər edici sözə həmişə ehtiyacı var və Zəlimxan Yaqub ən ağır, Azərbaycanın ən ağır günlərində deyirdi ki, dur ayağa məmləkətim, qalx ayağa millətim. Və Zəlimxan Yaqub belə bir şairdir. Şübhəsiz ki, kimsə Zəlimxan Yaqubu bundan sonra Azərbaycana tanıda bilməz. Çünki tanıyanlar bura yığışıbsa. Demək olmaz ki, Zəlimxan Yaqub məhz bu cür şairdir. Amma bunu deməyi biz özümüzə borc bilirik. Ona görə ki, Zəlimxan Yaqub daim boy artımı olan sənətkarlardandır. Məsələn, bu tədbirdən sonra da biz inanırıq ki, onun yaradıcılığında hökmən boy artımı olacaq. Və bu boy artımına görə biz onu qabaqcadan təbrik edirik.
Mən suallara keçirəm arada bir. Sizdən sonra gələcək ikinci Zəlimxanı necə təsəvvür edirsiniz? Məndən güclü, məndən savadlı, məndən ilhamlı, məndən qeyrətli. İnşallah elə də olacaq. Aşıq Ələsgərə bir məclisdə deyirlər ki, vəh gələn, vəcdə gələn məqamdır, nəhəng oğlu, nəhəng dərya kimi çalxanır. Deyir, dərya dilim dalğa vurdu, bulandı, qərq olmaq istəyən ümmana gəlsin. Bir nəfər cəsarət tapır, deyir ki, ustad, səni kimi ustadları analar bir də doğacaqmı? Ay kişinin oğlu. Ay hörmətli Misir müəllim, bizim çox hörmətli qardaşımız və təhsil nazirimiz. Biz təhsildə bu şeylərə çalışaq, çox yer verək. Gör, Aşıq Ələsgər nə deyir, ay kişinin oğlu. Bu suala indi Aşıq Ələsgər da nə deyirsə, amma deyir, Aşıq Ələsgərəm, azdır kamalım. Vacibdir ki, bir ustaddan dərs alım. Oxudum, öyrəndim, oldu öz malım. Bizdən ustadlara nəfi rəhmətdir. Gəlin Aşıq Ələsgər ruhunu bir möhkəm alqışlayaq burada. Hörmətli şair, neçənci ildən yazmağa başlamışsınız, ailənizdə saza sözə meyilli kimlər var? Mən Kərimov demişkən 6 aylığımda yeriyirdim. Hörmətli qardaşlarım, xalqın sözünə fikir verin. Şair anadan doğulmalıdır. Südlə, sümüklə, köklə, tarixlə, yaddaşla, nənə ilə, baba ilə doğulmalıdır. İndi xalqın sözünə bax. Kim ki şair doğulur, Allah verir simgəli deyirlər filankə şair doğulub. Kim ki 50-60 yaşından sonra haravadan yıxılır, başı daşa dəyir, maşından dığırarır, başına hava gəlir. Başlayır yazmağa, xalq ona ironiya ilə, Allah'la deyir ki, filankə şair olub. Olanlarla işim yoxdur, doğulanlara eşq olsun. Mənim əzizlərim, doğmalarım, ruhumun, sazımın, sözümün, nəfəsimin, beşiyimin, məzarımın, əvvəlimin, axırımın sahibləri. Mənim ruhumun qanatları, xalqımızın böyük ziyalıları, böyük insanları, böyük ağsaqqalları. Dönə-dönə qarşınızda baş endirirəm. Deməyə sözüm yoxdur, nə deyim? Bu məhəbbətin, bu sevginin bircə cavabı var. Son nəfəs gələnə qədər qələm yazmalıdır. Saz dillənməlidir. Millətin keşiyində, dövlətin keşiyində, xalqın keşiyində ləyaqətlə dayanmalısan ki, bu boyda məhəbbətə cavab verə biləsən. Mən bugün bu qədər vaxtını itirib, burada Zəlimxanı dinləmək üçün gələn bütün insanları bağrıma basıram və heç birinizin zəhmətiniz hədər getməyəcək. Ağıl-ağılla isinər, can-canla isinən kimi. Bu da dilimin duası olan Hüseyin Arifin misralarıdır. Mən bugün bu filarmoniyanı, bu işıqlı salonu bizə verən bu filarmoniyanın rəhbərliyinə, axşamdan bəri də əziyyət çəkən onun bütün kollektivinə ürəkdən təşəkkür edirəm. Azərbaycan Dövlət Televiziyasına, onun rəhbəri Arif Alişanova, onun çoxsaylı kollektivinə, bugün burada olan çəkiliş qrupasına ürəkdən təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mənəvi birliyimizlə, qeyrətimizlə, qəhrəmanlığımızla, ayıq-sayıqlığımızla sahibsiz olan bir məmləkətin batması haqdır. Sahibi sənsən, bu vətən batmayacaqdır nidasıyla biz ölkənin rəhbərliyinə, xalqına, bütün varlığımızla sarılmalıyıq. Vətən məhəbbəti deyiləndə hamının ürəyi gedir. Mən həmişə arzulamışam ki, dövlətə məhəbbət, vətən məhəbbəti səviyyəsinə qalsın. Vətən məhəbbəti səviyyəsinə qalxanda, dövlətlə vətənin, xalqla millətin bütöv birliyi yarananda bütün dərdlərimizə əlac eləyəcəyik. Eşq olsun sizə, bir telli saz havasından Zəlimxan Yaqub məclisi tamamlasın.
daşda güzeldir. Yüreğin daşdı mı? Ay zalım insan, duymağı bacarsan, daşda güzeldir. Ay bala, 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 ay balam ölürüm. Yüreğin dağıdırma, ay zalım insan, oraya ay gülüm gülüm şirin delim 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 delim. Duymak yey bazarsan ay taşta güzeldir.